Salam dəyərli müəllimlər, mən İsayeva Röya. Sizə feil bölməsinin izahını göndərirəm. Hansı cümlədə məlum növdə olan feil işlənibdir? Gəlin baxaq. Yağış kəsilir, qayıdış növdür. Çadır qurulur, məhcul növdür. Sənədlər yoxlanılır, məhcul növdür. Şöhrət yayılır, məhcul növdür. Amma qanadlan, burada heç bir növün şəkilçisi olmadığına görə məlum növdür, C bəndi. İkinci, gələcəkdə daha yaxşı bir dünya qurmaq üçün bütün insanlar həvəslə işləməli və bir-birinə sevgi ilə yanaşmalıdır. Doğruları və yanlışları seçirik. Çünki bizə uyğun fikirlər. Feilin təsvirlənməyən iki forması deyil işlənib. Qurmaq məstərdir. Başqa forması yoxdur. Deməli, götürə bilmirəm. Sözün quruluşca hər üç növü var. Bəli, sadə var. Dünya sözü, məsələn, sadədir. Düzəltmə var, məsələn, sevgi sözür. Mürəkkəb də var. Görək, varmı mürəkkəb? Bir-birinə sözü. Bəli, deməli, ikini götürə bilirəm. Amonim söz iştirak etmişdir. Bu qədər uzun bir cümlədə bilin ki, 100% amonim söz var. Adətən olur, bilin ki. Məsələn, bir sözü. Sonra keçək yanlış. Üzərində rəqəm yazılan sözlər quruluşa deyir düzəltmədir və deyilişi yazıcından fərqlənir. Bu doğrudur, amma yanlışın altından verib deyə yaza bilmirəm. Həm kökü feil olan isim, kökü feil olan isim deyir. Məsələn, sevgi sözünü fikirləşirik. Həm də kökü feil olan isim işlənir. Həm kökü feil olan isim, həm də kökü feil olan isim işlənmişdir. Bu nə deməkdir? Kökü feil olan isim var. Yəni, bu fikir doğru fikirdir. İndi kökü feil olmayan da deyir bəlkə. Onda heç götürmək olar yenə. Məsələn, insanlar sözünün kökü. Sayın mənaca bir növü işlənmişdir. Gəlin görək, sayın mənaca növü. Ümumiyyətlə, say varmı? Ümumiyyətlə, bu cümlədə say yoxdur. Say yoxdursa, deməli, yanlışdan yanlış. 2, 3, 6, A bəndi. Feili bağlama harda yoxdur? Mən onu çağıranda nə zaman? Andayəndə, bax arkən, çat arkən, biz gələndə nə zaman? Amma muğam oxuyanda kimdə? Deməli, muğam oxuyan feil sifətdir, dadə yerli kal A bəndi. Dördüncü sualımız, təhlil haqqında yanlış. Qəlbini çəkdiyim həsrət üşüdür, qəlbimi. Çəkdiyim həsrət üşüdür. Köksüm isitdikcə şəkillərini. Yoxluğun yandıran olmazdı bu cür. Yaman yada saldı bu gecə səni. Yanlış fikir istəyir bizdən. Gəlin baxaq. Feilin təsriflənməyən iki forması işlənmişdir. Çəkdiyim feili sifətdir. Dıqca feili bağlamadır. Məsdər şey yoxdur. Deməli, bu doğrudur. Birinci misrada yərikalı isim yoxdur. Bəli, yoxdur. Bu da doğrudur. Frazoloji birləşmə həsrət çəkmək işlənmişdir. Hamısı təsdiqdə deyil, olmaz. İkinci misrada mənsubiyyət, yoxluğun, sərinmə, yoxluğun. Üçüncü misra hal şəkilçili sözlə başlayır. İkinci misra deyir, mənsubiyyət, köksüm sözünü istəyir, düz deyir. Köksüm. İkinci misrada mənsubiyyət var. Üçüncü misra isə hal şəkilçili sözlə başlayır. Xeyr, yoxluğun, sənin yoxluğun. O da mənsubiyyətdir. Deməli, E bəndi. Sonra müəllimlər, çaparlar feili, çaparlar ismi. Biz demişik ki, feil olanda bu R dəyişir. Necə olur feil olanda? Bax, feili bura yazıram. Olur belə. Çapallar. Çapallar. Və feil olanda biz demişik ki, feillərdə lar vurğu qəbul etmiş. Çaparlar nə edərlər? Arda qrammatik olur, lar da qrammatik olur. Kəmiyyəti. Çaparlar ismi. İsim vurğu qəbul edir. Çapmaqdan çapar ismi yaranır. Bu leksik olur. Və bu da çaparlar deyilir. Çaparlar. Gəlin onda baxaq. Bir leksik şəkilci birinciyə deyir. Deməli, səhv deyir. Başlanğıc forması feillə amonimdir. Yox, başlanğıc forması elə feildir. Deməli, ikinci sözün, çaparlar sözünün kökü başlanğıc forması feildir. Feillə amonim deyil. Deməli, bu da çıxdı. Baxırıq ki, 1 ilə 2 çıxanda cavabım gəlir. 3, 4, 6. Niyə? Hər ikisində eynicisi samit var. Bəli, birində qoşalı var, birində qoşarı var. 3-ü götürürəm. Deyişi yazılan fərqlənən 4-ü də götürdüm ortaq. 2 şəkilçi işlənmişdir. 5-də səhv deyir. Çünki 5 ortaya yazılmalıdır. Burada 2 şəkilçi var, burada da 2 şəkilçi var.
İsmi xəbər ola bilir. Bəli, bu isim olduğuna görə ismi xəbər ola bilir. C bəndi. Hansı feilin kökü və başlanğıc forması çıxdır? Bu o deməkdir ki, çıx sözündən sonrakılar qrammatik olmalıdırlar. Niyə? Çünki axı deyir kökü və başlanğıc forması çıxdır. Deməli ondan sonra leksik gəlməməlidir ki, axı demişəm leksik şəkilçi başlanğıc formanı cəlb edir. Deyir mən hara, sən də ora. Leksik şəkilçiyə doğru gedir başlanğıc forma özündən asılı olmayaraq. Ona görə də burada leksik şəkilçi yoxdur ki, bu çıxda qalıb elə. Çıxarmalısan, suala baxın, nə etməlisən? Deməli, ar leksikdir. Bizə leksik olmayan lazımdır. Başlanğıc forması çıxardı, görürsünüz. Yenə iki ar var, nə? Edərsən. Arın biri sualda yoxdur, leksikdir. Çıxaracaqsan, nə edəcəksən? Yenə arım sualda yoxdur, leksikdir. Çıxarmadım, nə etmədim. Yenə arım sualda yoxdur, leksikdir. Amma çıxarsa, nə edərsə sualını verə bilərəm. Bəndi. Məsdər mürəkkəbdir. Çalışmaq sadədir. Ərizənin burada ümumiyyətlə məsdər yoxdur. Oxumaq sadədir. Başlanmaq düzəltmədir. Amma dost olmaq mürəkkəbdir. Fərqləndirilmiş hissələrin hansı şəkilçi olduğunu deyin. Gələcək imiş, gələcəkmək deyə bilmirəm, yerinə maq deyə bilmirəm. Deməli, birinci hissəcik. Oxutdurmaq leksik şəkilçidir, deməli, ikinci şərt şəkli. Anlayır idi, anlayırmaq deməyi bilmirəm, deməli, hissəcik. Qorxsa, qorxmaq şərtdir. Fikirləşib mək demək olmur, hissəcikdir. Gəlin, baxaq. Hissəcik şərt, hissəcik şərt. Görək, haradadır o? Deməli, hissəcik, miş, sa, şərt, idi, sa, şərt, isə. A bəndi. 9. Məktublaşmaq, təmizlənmək. Deyir, hər ikisi məhsul növdədir. Təmizlə, təmizlən. Bəli, bu məhsuldur. Bu düz deyir. Amma bu məlumdur. Çünki heç bir növün şəkilçisi yoxdur, müəllimlər. Deməli, bu səhv. 2 leksik şəkilçi var. Xeyr, siz gördünüz ki, məktublaşmada 1 leksik var. Yazıcı deyir, fərqlənmir. Niyə fərqlənmir? Təmizlənmək, məktublaşmaq. Deməli, hər ikisi fərqlənir, səhv deyir. Kökü feil deyil, bəli. Məktub sözü isimdir. Təmiz sözü sifətdir. Məlum növdədir, xeyr, bir məhculda gördük. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan. Qaytarsan o yerişi, yerindəcə qalarsan. Bizimlə getmək istəyirsə. Gəlin baxaq. Qalarsan, qalar, gələcək zamandır, xəbər şəkildə, sanda şəxs sonluğu. İstəyir, indiki zamandır, xəbər şəklidir, isə hissəcikdir. Birinci ilə bağlı doğru. İsə hissəcikdir. Birincidə isə hissəcik yoxdur. Nümədə modal söz yoxdur. Sözsüz bir lal olarsan. Bəli, burada sözsüz lal. Necə lal? Burada təsdiq bildirən modal söz deyil, sifətdir, düz deyir. Şəxs əvəzliyi işlənmişdir. Yoxdur. İkinci, fərqləndirilmiş feil şərt şəkli qəbul edib sadə feildir. İstəyir, şərt şəkli qəbul edib sadə. 2 yanlış lazım deyə götürürəm. Çünki dedim ki, burada isi hissəcikdir. Gəlik hal şəkilçi qəbul etmiş əvəzliyi işlənib. Bizim əvəzliyidir. Ona görə götürmürəm, mənə yanlış lazımdır. Bütün sözlərin yazışı dəyişən fərqlənir. Gəlsin sözü fərqlənmir. İkinci ilə bağlı yanlışı seçməliyəm. 2, 4, 6 hardadır? Edədir. Qoca keşikçi qəhqəhə çəkib güldü. Cümləsi ilə bağlı doğru. Frazoloji birləşmə işləmi doğru fikir lazımdır. Qəhqəhə çəkmək. Təsdiqlənən feil idi hissəcik qəbul edib səhv deyir. Düzəltmə söz yoxdur. Keşikçi. Sifət dərəcə dəyişə bilmir, dəyişir. Feil xəbər şəklindədir. Bəli, güldü. Nə etdi? Feil xəbər şəklindədir. Amma sizə bir sözə deyim ki, müəllimlər, burada 2 feil var. Qəhqəhə çəkərək güldü. Burada da feili bağlamadır. Burada feili bağlamadır, burada isə xəbər şəklidir. Sonra, qoşa-qoşa oturmuşdular. Qoşa-qoşanın cüt-cütlü əvəzliyində zərfdir. Arabanı qoşa-qoşa qoşaraq, araq sözünü qoşursansa feili bağlamadır. Oturmuş. İndiki zamanda olan feil var, xeyr. Altından xət çəkilmiş söz feili bağlamadır, ortaq cəhət deyil bu.
Hər iki düzəltmə söz işlərinin fərqisində altına xətt çəkilmiş söz zərfdir. Altına xətt çəkilmiş sözlər tərz bildirir. Bəli, feili bağlamada zərflə tərz bildirə bilir. Olmaq müstəqildir. Yerinə yetirmək, yaşamaq, qalmaq, mövcud olmaq, var olmaq, iştirak etmək, baş vermək mənasında, mümkündür mənasında. Qəbul olmaq mürəkkəb feildir. Dost olmaq, daxil olmaq, müəllim olmaq. Mürəkkəb feildir, amma iclasda olmaq bebəndi. Düzəldin sözündə bir leksik şəkilçi var. Deməli, sözü sualı nədir? Nə etdin? Niyə bir leksik deyirsə, bircə 50 leksikdir də. Nəqli keçmiş zamandır, xeyr. Şuhudidir. Əmirdir, xeyr, xəbər şəklindədir. Feildən düzəlib, xeyr demişəm, şəkilçidə A varsa, bu sifətdən düzəlibdir. İkinci şəxsin cəmidir, xeyr, sən düzəldin, təkidir. Məlum növdədir, bəli.